Herkese salam dostlar, necəsiz? Bugün bizim tema bağlamamız gəlir. İndi onu açırıq. Açırıq. Açırıq İndi hələ. Ayxan başlayır açmağa. Halində. Aynen. İndi bunun içindən çıxdı eynək. Bu eynək mamamın eynəyidir. Mamam özünə vurubdu bunu. Hə. Qiymətdə yan tərəfdə ekranda qoymuşuq. Çox qəşəng gəlir, zərif bir eynəkdir. Mavi rəngdə. İndi isə Aylin'in penjamasıdır. Bunu da linkini yerləşdirmişik qıraqda. Baxa bilərsiniz ona da. Bir də belə bir şey deyək. Yəni gözlədiyimizdən də qəşəng gəldi bunların da materialları. Çox qəşəngdir. Həqiqətən də. Üçlü dəsti bu şalvarı, şortiki koftası. İndi bu da koftası da Aylin'in göstərir. Hələ göstər. Amma belə uzun çəkdi gəlmək. Yəni 20 günə gəldi bizə. Bu isə 10 ədəd corabdır. Yəni bunun bir dənəsi 73 qəpiyə düşür. Çox sərfəli idi. Bu isə kabrolardır. 3 dənə kabrodur. Bunlar da çox keyfiyyətlidir. Çox bəyəndik bunlar da. Belə qəşəngdir. Bu mamamındır. O bilər bizimdir. Həqiqətən çox qəşəngdir kabrolar. Ən çox bəyəndiyimiz kabrolar oldu. Yəni qiymətinə görə çox qəşəngdir. Sonra nəyimiz qaldı? Bu da Ayxanın penjamasıdır. Bunun bir dənəsi də qardaşında var, beləcədir. O uğurlayıb içindən götürübdü. Bu Ayxandır. Yenə şəklini qoymuşuq yan tərəfə. Baxa bilərsiniz qiymətinə, ölçüsünə. Özünüz. Çox qəşəngdir bunda materialı. Həqiqətən bu dəfəki mallar çox ürəyimizcə oldu. Bu da 6 dəstdir də, elə 12 dənəlik deyirlər, amma 6 dəst sırğadır. Amma arxası gözlədiyimiz kimi gəlmədi. Bu knopkalardandır. Biz bağlananlardan istəyirdik, eyb yoxdur. Heç nə olmaz. Qiymətinə görə bu da yaxşı. İndi bilmirik, qaralır, qaralmır. Onu bilmirik daha. Bu qədər. Məncə bu qədər. Bizi izlədiyinizə görə təşəkkür edirik. Və kanala abunə olub like atmayı unutmayın. Bildirişləri açmağı da unutmayın. Sağ olun.